Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Mən Natavan Camalzadə, kurikulumuzda təlimçi. Bu günləri bilirsiniz ki, müəllimlərin sertifikasiya imtahanı başlayıbdı 18 iyun 2025-ci il tarixində və sertifikasiya suallarının ikinci hissəsini paylaşıram. Birinci hissədə YouTube kanalımızda var. Bu ikinci hissədir. Hansı müəllimlər ki, imtahandan çıxırlar, onlardan əldə etdiyimiz qədər. Yəni ola bilər ki, sual tam əhatəli olmasın, amma yəni bu suallar düşübmüş. Ola bilər ki, müəllimlər cavablarda hardasa səhvliyə yol verə bilərlər, amma bu situasiyalar mütləq düşübmüş. Azərbaycan dili və ədəbiyyat müəllimlərinə, filologiyaya bu sual düşübmüş. Deyir, bir şagird dərsdə səs salırsa nə edərdiniz? Yəni müəllim nə edərdi? Müəllimin dediyi qədər belə bir sual var imiş. Təbii ki, şagird dərsdə səs salırsa, bu davamlı şəkildədirsə, biz ilk öncə gözlənti qoyuruq dərsin əvvəlində, sonra qaydalar tətbiq edirik. Şagird də dərsdə səs salırsa, biz qaydaları ona xatırladarıq və yaxud dərs izah edə-edə həmin şagirdə yaxınlaşarıq, həmin şagirdin yanına gedə bilərik və yaxud da dərsi izah edərkən və yaxud digər şagirddən dərs soruşuramsa, yəni dərsdəki fəaliyyətim zamanı belə deyək, həmin şagirdə yaxınlaşıb əlini yavaşca onun çiyninə qoya bilərsən ki, yəni özündə o məsuliyyəti hiss eləsin, özünü yığışdırsın. Yəni bu bizim ola biləcək variantlarımızdır. Müəllimlərin cavab yadından çıxıb, cavabları unudublar. Sadəcə olaraq situasiyanı deyirlər, belə bir sual düşübmüş. Sonra formativ qiymətləndirmə nədir? Sualların izahına başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımızda abunə olaraq hər gün imtahan suallarından tanış olacaqsınız. Hansı ki, o suallar sertifikasiya imtahanında və yaxud MİQ imtahanında istifadə olunub. Yəni biz bütün sualları əldə edib bacardığımız qədər paylaşırıq ki, sizə dəstək olar. Formativ qiymətləndirmə ümumiyyətlə qiymətləndirmə haqqında həm bu il düşmüşdü, həm indi də düşüb, keçən də düşüb, ondan əvvəlki illərdə düşüb. Mütləq şəkildə qiymətləndirmədən sual düşür. Formativ qiymətləndirmə bütün müəllimlər bilir ki, şagirdlərin hər bir fənn üzrə təhsil proqramının müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləyir. Formativ qiymətləndirmə fəaliyyəti izləyir. Yəni sən fəaliyyəti izləyirsən ki, dərs prosesində şagirdin qarşısına çıxan çətinliyi müəyyən edib onu aradan qaldırmaq məqsədi ilə formativ qiymətləndirməni biz aparırıq. Yəni formativ qiymətləndirmə şagirdlərin verdikləri ki, cavab var, şifahi ola bilər, yazılı ola bilər. Bu cavabları düzgün şərh etmək, şagirdin təlim səviyyəsini müəyyənləşdirmək, şagirdi irəli aparmaq üçün, inkişaf elətdirmək üçün ona rəy vermək, istiqamət vermək. Bunun üçün biz formativ qiymətləndirməni həyata keçirdik. Cavablarda da yəqin ki, bu fikirlərə uyğun bir cavab olub. Digərdə belə bir situasiya var imiş ki, uşağın biri məktəbə məktəb forması ilə gəlmir, digər şagirdlər ona lağ edir, müəllim nə etməliymiş? Yəni müəllimin yadında qalan sual bu qədər olubdu. Başqa bir cavab və yaxud digər situasiyalar yadda qalmayıb. Siz bizi daimi olaraq izləyin. Biz gündəlik olaraq paylaşacağıq. Əldə etdiyimiz sual, nə qədər sual varsa, onun hər birini sizlər üçün paylaşacağıq. Sağ olun, hər birinizə xoş dinləmələr.